Kartofum çıxmır. Sual verirlər. Mən də video olaraq bir cavab verim. Banjorusda kartof bu hissələrdə yoxdur. Məsələn, gəlib burada çıxıb. Bu hissədə yoxdur. Orada çıxır bir dənə. Amma bu hissədə görürsünüz çıxan yoxdur. Ola bilir dərinə düşür. Ola bilir biraz gec oyanır. Yəni əsasən də üstün torpağın çox örtülməyinin bura çox təsiri var. Baxın, məsələn, burada gördünüz. Baxın, kartof çıxır. Yəni çox da iş eləyib qırmağa ehtiyac yoxdur. Yəni ki, amma ehtiyatla bildiyim necə deyərlər, diqqət yetirərək eşmək lazımdır ki, bəlkə çürüyüb, bəlkə kartofunuz çürüyübsə və gəldikdə isə tələsməyin. Kartoflarınızı normal təmiz toxum almısınızsa, keyfiyyət toxum almısınızsa çıxacaq. Suvarma haqqında da səhifəmi izləyin. Mütləq suvarılmasaq da ilk dəfə Azərbaycanda demək olar o suvarılmasaq da geniş məlumatı mən vermişəm və bu illərdə qismət olsun özüm haqqında məlumat verəcəyəm. Çox sağ olun.